Xoş gördük dostlar. Bugünkü dərsimizdə biz yenə strukturlara davam edəcəyik. Və bir dənə tez yada salaq. Biz bundan əvvəlki dərsdə nə elədik? Deməli, dibi 1 yaratdıq. Dibi 2-ni biz deyəsən sadəcə göstərmək üçün yaratdıq. Bu bizə lazım olmayacaq. Və dibi 1-də biz qeyd etdik ki, simvolik name mütləq yazılmalıdır. Gəlin açaq dibi 1-i. Və burada belə bir struktur yaradaq. Deməli, motor. Deməli, burada complex type, structure, enter. Və burada nə qoyaq? Qoyaq, deməli, adını, daha doğrusu birinci parametr qoyaq. Məsəl üçün start. Burada edək bunu bul. Bir dəqiqə gəlin bunu normal seçəyim. Elementary type və bul. Olsun bizdə false. İkincini qoyaq. Məsəl üçün stop. Bunu da yazaq bul. Bu da olsun false. Və gəlin bir ədəd də məsəl üçün ayrı bir int type yarada olsun speed. Və bu olsun bizdə int və olsun dəyəri 0. Belə, gəlin bunu save eləyək. Tamam, end structure və bağlayaq. Və açaq indi dostlar bizim FP1-i. Bir də dostlar, baxın bura mən simvolik name yazmışam, yoxsa yox. Hə, var. Ctrl V olub. Olsun. Fərq etməz. Və burada dostlar biz nə etməliyik? Biz deməli eyni bizim strukturların adı ilə və parametrlərlə yenidən deməli dəyişənlər əlavə etməliyik. Ona görə birinci parametrin adın inputu qoyuruq motor və data type bizdə olacaq structure. Bunu seçirik. Və burada ində artıq motorun özündə yazırıq, deməli bizdə olacaq start, deməli bul, ikinci olacaq stop, bu da olacaq bul və üçüncü bizdə olacaq speed, bu da olacaq, deməli bizdə int. Və dostlar, gəlin biz buna aid bir məntiq qoyaq, sadə bir məntiq olsun. Burada gəlin FPD seçək və biz məsəl üçün istifadə eləyək nəyi? Məsəl üçün deyək ki, Q deməli 4.0-dan RS triggeri qoyaq. Yaxud da SR triggeri qoyaq, set olsun bizdə. Və burada nə edirik dostlar? Burada deməli yazır Q4.0 enter və burada istifadə edəcəyik nə? Starta və resetə. Deməli starta qoyacaq insert symbol. Burada seçirik deməli da var, motorda var. Motorda deməli seçəcək startı və böyütək belə və deməli burada qoyacaq stop, motor stop.
Hə dostlar, burada başa düşdük də, yəni Q-nun çıxışı bizdə hal-hazırda yazılacaq Q40-a. Bunu simülyasiya edəndə sizə təkrar göstərəcəm və bizdə deməli tam bu məntiqi salmaq üçün, xoda salmaq üçün, yəni speedi görmək üçün biz yəni bir ədəd də network əlavə edək, network və burada biz istifadə edəcəyik bizim deməli nəyi, move-u. Move. Və dostlar, deməli gəlin bura speed yazaq, insert symbol, motor speed, tamam və çıxışı da yazaq hara, deməli gəlin yazaq QW10 içinə. Word parametri lazımdır bizə, ona görə W-nu seçmişəm bizdə. Gəlin bunu save edək. The interval was changed after yes. Tamam. Və buranı bağlayaq. İndi isə gəlin açaq bizim OB bloku. Və gəlin burada dostlar bizim funksiyanı əlavə eləyək. Deməli bizdə artıq FPD-dir, OB1 və bizdə function block control seçək. Açmamışam. Və deməli biz divi bloku əlavə eləməliyik. Divi blok 2 var. Bizdə gəlin burada deməli 3 eləyək bunu. Divi 3. This data block does not exist. Yes. Və burada biz deməli əlavə eləyəcəyik sizlə nə? Yox, gəlin burada dostlar belə eləyək bunu pozum. Yəni burada STL-də eləyək ki, enable bizdə həmişə aktiv olsun. STL deyəmə ladder'da. Deməli FB block belə və bura insert symbol data 1, data motoru seçəcəyik burada. Tam olaraq strukturu seçməliyik. Və burada yenə DB3 bizdə var idi artıq. Və burada yenə dostlar fikir versəz ki, biz strukturu ancaq simvolik ünvanlama ilə verə bilirik, başqa cür verə bilməyəcəyik bura. Gəlin dostlar bunu da save eləyək və Ctrl V və gəlin simülyasiyanı çağıraq, yoxlayaq, baxaraq görək bizdə nə göstərəcək. Bir nə IP-lər yoxlayayım tez. Change adapter settings, disable və undefined və simülyatoru çağıraq. MSRS, yes. Və start verək buna və bizim proqramı yükləyək PLC-yə. Yes. Yes. Ok. 01. Configure support that does not contain any system data. Systematic manager download procedure data insert. Ok. Ok. Tamam, bizim deməli blokumuz işlədi dostlar. Gəlin indi biz deməli girəcəyik hara sizlə. Gəlin deməli keçək FB1 blokuna. Və açığını taxaq. Tamam, bizdə deməli salaq belə. Biraz qaldıraq, hər iki blok görsənsin. Dostlar, gəlin deməli buradakı dəyərləri deməli gəlin bunu monitor modify variable table ilə dəyişək belə. Deməli əlavə eləyək bizim deməli motor start. Insert range.
Hə, deməli dostlar, burada biz nə edirik? Deməli, burada biz simvol əlavə eləməliyik. Onun üçün nə edirik? Mən biraz böyütdüm buranı, siz də böyüdərsiniz. Yəni, siz də belədir. Bir dənə bunu basırsınız. Bura simvol əlavə elədim. View-a girdim, simvol yazdım. Və burada simvolda biz nə yazırıq? Bizdə yadınızdadır ki, blokun adı data 1 idi. Əslində adreslərə də baxa bilərik. Onu gələcək dərsdə göstərəcəm sizə. Yazırıq, deməli, adres sözü avtomatik gələcək. Data, gəlin böyük hərflə yazarıq. Data 1. Adını səhv etməmsə elə yazmışdır. Biz qoy binaya yoxlayaq. Deməli, DB, Object Properties, bəli, data 1. Deməli, yox, adresə düşdü bu. Birisi götürür simvol. Bura. Ctrl X. Burada yazaq. Deməli, data 1 nöqtə deməli, bizdə nə idi? Motor nöqtə start balaca hərflə. Və gördünüz ki, adres avtomatik gəldi. Ondan sonra biz nə edirik? Eyni cürdə stop üçün yazacağıq bura. Tam bunu dəyişək, gəlin. Pozun buraya yazalım. Stop. Dəyişdi və axırıncı bizdə speeddir. Speedi də deməli əlavə eləyək. Burada speed. Enter. Yəni speed niyə çıxmadı? Speed bull deyil də bizdə. Speed bizdə olacaq. Deməli decimal belə. Və gəlin balacalaşdıraq dostlar və yoxlayaq. Bizdə hara etdi? F1. Tamam, bu da var. Biraz balacalaşdıraq bunu. Biraz böyüdək. Tamam. Və burada dostlar biz nə edəcəyik indi? Status value yox. Bizə lazımdır modify value. Tak, modify monitor yaxşı monitor false niyə çəkəlim? Çox böyütmüşəm bunu biraz. Biraz sıxaq və burada eləyək bir yazaq və enter basaq. True oldu. Tak, bizdə bu niyə dəyişmədi? Sorry dostlar, bunu true elədim, bir yazdım. Gəlin bir dənə 0 eləyək təzədən. Enter və burada sağ düyməyə basırıq, modify eləyirik. Setdə qaldı. Gəlin indi bunu da bir yazaq və bunu modify eləyək. Modify və söndür. Gördünüz, bura işlədi. Yenidən təzədən bunu gəlin 0 eləyək və modify. Tamam, indi gəlin bunu yandıraq. Deməli 1 true'dadır və modify və bura işlədi. Və gəlin indi burada məsəl üçün bir eləyək, enter. Baxaq görək, bizdə dəyişdi, bəli söndü. Bir də SR triggersə, bir dəqiqə dostlar, yəni təzdən yoxlayayım bunu. Məsələn, xoşum gəlmədi bunu işləməklə. 0 və bunu da 0 eləyək. Və hər ikisini modify eləyək. Tamam, və indi bunu 1 eləyirik. Deməli, modify işlədi və bunu da 1 edək və bunu
burada modify edək. Modify. Söndür triggerin üzərindən stop vermişəm, düzdür. Tamam, yaxşı, gəlin onda bunu yalnız saxlayaq, hərəkət 0, enter, modify və bunda modify eləsək və işlədi. İndi gəlin, məsəl üçün buraya yazaq 95-97 olsun. Və burada baxaq, bizdə dəyərlər dəyişdi. Bəli dostlar, dəyişdi. Burada sadəcə biz representation decimal eləsək 97 olacaq. Hə dostlar, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə mən çalışacağım sizə massivləri izah edeyim. Məncə ehtiyac yoxdur, çoxdur onu izah eləməyə. Və qlobal dataları keçəcəyik. Bu PLC-lər arasında əlaqədir. Onu baxacağım, görüm simülyasiya eləməyə olur, yoxsa yox. Və ondan sonra biz artıq keçirik VNC dərslərinə. Orada da böyük bir proyekt edəcəyik. O proyektdən siz artıq həm strukturları, həm birbaşa datalar verməyi, həm pəncərəni dəyişməyi və hər bir şey öyrənəsiniz. Və dostlar, video xoşunuza gəlirsə like etməyi unutmayın, kanala abunə olun və çox sağ olun, təşəkkür edirəm hamınıza.